Ukrayna tərəfdən kim ərazi güzəştlərinə getmək istəsə, belə istək bildirsə təbii ki, Ukrayna cəmiyyəti ona ciddi təpki göstərəcək. Çünki Ukraynada bu günlər demirəm, təxminən aprelin ortaları, bir ay bundan öncənin və sorğuların baxıram, daha doğrusu yadıma salıram. Çünki bu günlərdə də olacaq elə sorğular. 96% Ukraynalı deyir ki, Ukrayna ərazilərində güzəşt etmək olmaz. Çünki bu Rusiyanı daha da iştahlandırır. Rusiyanın nə olduğu Ukraynalılardan yaxşı heç kəs bilmir. Nəyə qadir olduğu, nə olduğu, mahiyyətin, məzmunu. Çünki Rusiyanı Ukraynalılar da yaradıblar, belə deyək, doğub Rusiya adı, Rusiyanın mahiyyəti Kiyev Rus dövlətindən qaçan Yanukoviçlərin qurduğu bir dövlətdir. Yəni yerli şimal xalqları ilə, o cümlədən Macar Fin qrupları ilə, o cümlədən Türk tayfaları ilə müəyyənlənir. Uzun müddət, məsələn, Qızıl Ordu, yəni belə deyək, indiyə qədər də şəhər də var da, bilirsiniz, Qazaxıstanda. Əslində Rusiyanı bütövlükdə türklər idarə edirlər, yəni Tatarlar, türklər idarə edirlər zamanında. Sonradan İvan Grozny 1552-ci ildə Kazanı tutandan sonra, Kazan xanı yıxandan sonra Yekaterina Kırım Tatar Cereyləri hakimiyyətdən açılandan sonra Ruslar gəldi də hakimiyyətə. Necə ki, İranda Pəhləvilər, nə bilim, Qacarlardan, Səfəvilərdən, nə bilim, Şah İsmaillərdən sonra, sonradan sonraya gəlmiş bir Fars hakimiyyətidir. Əslində, Rusiya imperiyasında idarə edən həmişə türklər olurlar. Bu belədir. Belə yox, xüsusi kimsə aydın deyə orada yazıla bilər ki, məsələn, hansısa bir zamandan, dövrdən sonra orada biz referendum keçirək, orada yerli seçkilər keçirək, nə bilim nə, amma bunlar üçün təbii ki, sülh məramlar lazımdır, orada insanlar silah altında olmayacaq belə şeylər. Məsələn, Rus dilinə rəsmi status deyir, Donbas tutaq ki, bunu biz o vaxtdan deyirik. Rusiya buna razı olmayır, Rusiya bunun heç birine razı olmayır. Rusiyanın istədiyi aydındır. Ukrayna adında dövlətin və xalqın olmaması istəyidir. Yəni, bu özünə xüsusi bir missiya fikirləşir. Yəni, bunun missiyasına görə belə bilir ki, doğrudan da əski Sovetlər Birliyi bərpa etməlidir. Bütün hesabatlarda var da, Qafqazları necə işğal edəcəklər, Güya, bax, indi nə Ukrayna əvvəlki Rusiya deyilir ki, Ukrayna deyilir ki, 22-ci il, nə Azərbaycan, nə də digər ölkələr. Aydındır, zəif və dişsiz, omurqasız dövlətlər var ki, məsələn, onlar çox asanlıqla Rusiya imperiyasının, daha doğrusu Sovet imperiyasının bərpa olunmasına getmək istəyənlər. Belə dövlətlər var, hər halda Mərkəzi Asiyada var. Amma indi bizim region, məsələn, heç zaman buna getməz. Və bu dəqiqə Dağıstan, Çeçenistan lideri belə, indi biz qəbul elədik, eləmədik, istənən olan Çeçenistan lideri də 20 ildir. 20 ilə yaxındır. Bəli, istər-istəməz. Bunlar belə qaçmırlar ki, vatan gəminə. Ona görə Ukraynadakı ərazilərin verilməsini, hətta verilməsi olmayacaq. Bilirsiniz, yazacaqlar da, nə bilim, 30 ildən sonra referendum. Yeri gəlmişkən, bilirsiniz, Ukrayna ətrafında 22-23 dənə danışma paketi təqdim edir. Kim ərinməyibsə, Braziliyadan tutmuş, Hindistana qədər, Almanya. Hər özündən bir plan uydurub, güya ki, biz belə bu işlərdə varıq, Türkiyə cümlədən, hamısı, hər özündən bir sülh danışıqları paketi hazırlayıb, Çin filan. Orada var belə mühadibələr ki, nə bilim, orada seçkilər keçirilsin, yerdə insanlar bildirsinlər ki, nə istəyirlər, hara istəyirlər, kimdən istəyirlər. Bunlar normal, amma yoxsa ki, Ukrayna götürsün, öz konstitusiyasını və beynəlxalq siyasət, beynəlxalq hüququn əleyhinə olaraq götürüb imzalasın ki, biz güya çıxırıq, bu əraziləri verirsə belə şey olmayacaq. Yəni, işğal altında olan ərazidə hansı seçkidən söhbət gedə bilər? Güya'da sülh məramlar yerləşdirilə bilər, Güya Sabri bizim vaxt zamanı ilə Güya. Bunun hamısı, Aycı xanım, bir Putin hələ ki hakimiyyətdədir, müharibə dayanan deyil, nə də nəsə normal bir şey gözləmək mümkün deyil.
Çünki o özünü elə bir ağır durumda salır. Götürüb Ukraynanın ərazilərini yazıb və konstitusiyalar. İndi tutaq ki, müharibəni dayandırmaq istəyirlər. Siz necə təsəvvür edirsiniz? Putin Dövlət Dumasına deyə bilərmi ki, konstitusiyaya gəlib dəyişək? Ukraynanın tutaq ki, əraziləri buradan çıxaraq. Təbii ki. Lab ikisini çıxardaq, ikisi qalsın, üçü qalsın. Tutaq ki, məsələn, sən axı Xersonda, Zaporojda heç nə deyə bilmirsən. Sən Donbasın, Donetsk vilayətinin 4-5 dənə iri şəhəri yerindədir. Sən heç nə eləyə bilmirsən, götürüb ərazilərin göydən göyə yazmışsan öz konstitusiyasına. Bunu da eləyə bilmir də, ona görə bilirsiniz, başın pərçimliyi belə bir ki, nəsə bir kolluğa nə geri çıxa bilmir, nə irəli gələ bilmir. Və Rusiyanın vəziyyəti durumu bu dəqiqə belədir.